Oxuduqdan sonra mənə çox qəribə hisslər yaşadan həmin o kitab. Kitab mənə bir il öncə, yəni ad günümdə hədiyyə olunub. Həmişə oxumaq istəsəm də heç vaxt özümü hazır hiss eləmirdim. Çünki bu kitab haqqında həmişə eşidirdim, oxuyub anlamamaqdan çox qorxurdum. Məncə oxumaq üçün ən ideal zamanı seçmişəm. Bu kitab Jack Londonun avtobioqrafik əsəri hesab olunur, çünki özü də kasıb ailədən gəlib yazıçı kimi məşhurlaşmışdı. Kitabı oxuyub bitirdim və saatlarla düşündüm. Demək olar ki, bitirdiyim gündən bu günə kitab üzərində düşünürəm. Kitab insanın iç dünyası ilə əlaqə yaradacaq bir kitabdır. Məncə təsirli olmasının səbəbi də elə budur. Martin mənə çox şey öyrətdi. İnsan əslində qalib gəldikdə məğlub olurmuş, ya da tam əksi. Martin həmişə eyni olduğunu deyirdi. Sadəcə cəmiyyətin ona baxışı dəyişmişdi. İnsanın sevgi üçün nələr etdiyi Martin üzərindən bizə çatdırılır. Əslində Martin Rufu tanımasaydı, əsl Martin ola bilməzdi. Amma Martin sonda öz içində hər şeyi öldürdüyü üçün Rufun ona dönməsi heç bir şey dəyişmir. Martin həyatın mənasını itirdi. Əslində o istədiyi insan oldu. Məşhur yazıçı oldu, öz əsərlərini çap etdirdi, çoxlu pullar qazandı. Amma sonda əzablar çəkəndə dediyi kimi həyat eşqini itirdi.